Və özü üçün xeyir istəyən, özünün xoşbəxtliyini istəyən müsəlman bu hədislərdə olan Peyğəmbər sallallahu aleyhi və səlləmin müalicə üslublarını fikirləşməlidir. Salamat olmaq üçün ən nümunəvi üslubları fikirləşməlidir və ondan necə xilas ola bilər. Və Allah Rasulü sallallahu aleyhi və səlləm də bu hədislərdə faydalı müalicəni, dərmanı zikr etmişdir. Bu vəsvəsələrdən xilas olmaq üçün və bu da üç şeydir. Birincisi, insan o şeytani vəsvəsələrə son qoymalı. O fikir gəldisə, fikrin ardınca getməməli. Gələn o vəsvəsəni düşünməməlidir. Çünki hədisdə buyurur ki, vəliyyəntəhi son qoysun. Və ikinci, onun şərrindən Allaha sığınsın. O şübhələrin, o vəsvəsələrin, hansı ki şübhə, vəsvəsə səbəbi ilə insan Allahın dinindən uzaqlaşır. Və Allah Rasulü sallallahu aleyhi ve sellem deyir ki, فَلْيَسْتَعِذْ بِاللّٰهِ Allaha sığınsın. Və üçüncüsü isə doğru düzgün imana sığınmalıdır. Hansı ki kim buna sığınarsa əmin olanlardan olar. Və necə ki buyurur, فَلْيَقُلْ آمَنْتُ بِاللّٰهِ وَرُسُولِهِ Qoy desin ki, Allaha iman etdim və onun elçilərinə. Və İbn Abbas da bu vəsvəsələri dəf etmək üçün deyir ki, bu ayəni oxu. Huvəl-əvvəl vəl-əxir vəl-zahir vəl-batinu və huvə bi kulli şeyin alim. Yəni, bunun mənasını düşünərək müsəlman oxuyarsa buradakı gözəl adları, hansı ki bunda imanı doğrultmaq vardır, insanın yəqinliyi artar və vəsvəsələr də insandan uzaqlaşar. Nə üçün? Çünki batil, yəni batilin o batilliyi çox şeylərlə aşkar olur. Bir şeyin, bir batilin batil olması. Ola bilər, bəzi insanlara batil aşkar olmur, onun batil olması bəlli olmur. Lakin bir çox şeylərlə batil aşkar olur.